Kursunda isbat suallarından biridir. Deməli, OC bucağı deyir, ümumi bucağın tənböləndir. Yəni A, O, B-nin. Bura tənböləndir. Və bizə deyir ki, DF perpendikulyardır OC-yə. Onda bura 90 dərəcədir. Və bizə o D bərabərdir OF-i isbat edin deyir. Biz bilirik ki, OC şüası həm hündürlük, baxın hündürlükdür, həm tənböləndirsə, deməli bu həm median olacaq. Buna əsasən yaza bilərik. OC bərabərdir həm hündürlük, həm tənbölən, həm median. Və bu qaydada bərabər yanlı və ya bərabər tərəfli üçbucaqda ödənəcək. Buna əsasən yaza bilərik. OD bərabərdir OF-ə. Bu birinci üsulla isbatı. İkinci üsulla da tənbölən qaydası ilə isbat edə bilərik. Bura A qoyuram, bura B. Biz dedik ki, bura mediandırsa qarşı tərəf yarı bölünür də. Yəni DY bərabərdir YF-dir. Mediandırsa qarşı tərəfi yarı bölünür. Bura X-dir, bura X. A-nın X-a nisbəti bərabərdir B-nin X-a nisbəti olacaq. X-lar burada ixtisar gedəcək, qalacaq A bərabərdir B. Həqiqətən də biz bu ikinci qayda ilə də isbat etdik ki, bu OD bərabərdir OF-ə.